Əzləyicilərimiz bugün 3 cür yarpaqdan dolma bükəcək. Çox dadlı olur. Əvvəlik yarpağımız var burada. Üzüm yarpağımız var. Bir də ki, heyva yarpağı. Öncə üzərinə qaynar su dökürük. Bir 5 dəqiqə qalır. Ətimizi götürmüşük. Bizdə miqdara görə 2 dənə soğanımız var. Burada da ki, kərkündür, keşniş, suyu, nanə. Hər hansı bir göyərtilərdən də vura bilirsiniz. Bizdə bugün ətimizə düyü vurmuruq, diyetli olsun deyə. Amma düyü də vura bilərsiniz də, yəni hər vaxt ki dolmanızdır. Biz vurmayacaq bugün. Göyərtini doğradıq, soğanı çəkdik. İndi əqabalarını da vururuq. Sarı kök istiyor, qırmızı biber, şirin biber də var. Nə istəsəniz vura bilərsiniz. Dietik dolmadır. Diyetli olanlar üçün lap yaxşıdır. Zeytinyağı da töküb pişirəcək. Ətimizi yaxşı qarışdırırıq. İndi dolmamızı bükək. Birinci yarpaqlar, üzüm yarpağından başlayırıq bükməyə. Ən axırda əvvəlik yarpağını qoyacaq, çünki onlar çox kövrəkdir. Sonra da heyva yarpağını ikinci qoyacaq. Bu dolmanı pişirəndən sonra heç vaxt tək yarpaq dolması pişirmək istəməyəcəksiniz. Həm çox dadlıdır, həm də əvvəliyin də heyva yarpağında orqanizmə faydaları çox olduğunu bilirsiniz. Əvvəlcə zeytun yağımızı tökürük qazana. Dolmamızı bükdük, qoyuruq qazın üzərinə. Bir yarım saat, 40 dəqiqə pişəcək. Su tökmədən.